Demək dünən Akşin Yenisey adlı şair yenidən bir post paylaşıb və o postunda Şərq və Qərb müzakirəsi, müqayisəsi aparıb və müqayisəsindən belə bir necə deyirlər, nəticəyə gəlib ki, Qərb Şərq mistisizmi olan xristianlıqdan üz çevirdiyi üçün inkişaf elədi. Daha sonra Şərq isə bu mistisizmə bağlı qaldı, inkişaf edə bilmədi. Buna görə də bizdə uğursuz oldu bu şeylər, amma Qərbdə uğurlu oldu. Qərb yenidən özünə qayıtdı və xristianlıqdan üz çevirdikləri üçün inkişaf elədilər. Yəni Üstad Sünün ümumi məğzi bu şəkildədir. Təbii ki, mən daha detallı onun postunu, yəni cümlə və cümlə müzakirə etmək istəmirəm. Çünki yəni açığı buna gərək də yoxdur. Çünki post ümumən necə deyirlər, full of trash-dir. Yəni söz yığınıdır, belə deyək, zibil yığınıdır ümumən. Ancaq ümumi ideya var ki, Qərb necə deyirlər, xristianlıqdan üz çevirdiyi üçün inkişaf elədi. Yəni mən istəyirəm bu mövzu haqqında danışım. Hər şeydən əvvəl onu qeyd edeyim ki, bu Qərbin inkişafı haqqında danışan yüzlərlə necə deyirlər, alim var və yüzlərlə fərqli nəzəriyyə var. Və bu nəzəriyyələrdən əhəmiyyətli bir qismi mədəniyyətə əsaslanır ki, Avropalılar mədəniyyətlərinə digər xalqlarla olan mədəniyyətlərindəki fərqlərə əsasən inkişaf elədilər. Və burada ən belə məşhur, bəlkə də ikonik, necə deyirlər, arqument Max Weberin protestant etikası arqumentidir. Protestant etikası arqumenti, yəni onun təsəvvür edin, o bu arqumenti 1900-cü illərin başlığında, yəni səhv etmirəmsə 1904-cü ildə nəşr etdirib bu kitabı, Protestant etikası və kapitalizmin ruhu kitabını və onun kitabda əsas arqumenti budur ki, protestantlıqda olan əsas ideyalar, yəni iş etikası, ümumən ideyalar kapitalizmin yaranmasına və daha sonra inkişafına gətirib çıxarıb, eyni zamanda bu proseslə nəticələnib Avropanın necə deyirlər, iqtisadi inkişafı ilə, ümumiyyətlə inkişafı ilə nəticələnib. Yəni bu klassik bir arqumentdir. Dediyim kimi 1900-cü illərin əvvəllərində ortaya atılıb və bu arqumentdən sonra dəfələrlə bu şəkildə arqumentlər irəli atılıb. Amma bunu necə deyirlər, hazırki tarixçilikdə, hazırki ədəbiyyatda, akademiyada bunu müəyyən şəkildə tənqid edirlər. Ancaq onu da qeyd edeyim ki, hətta tənqid edənlər belə özləri qeyd edirlər ki, protestantlıq yenə də Avropada inkişafa müsbət şəkildə təsir göstərib. Yəni əgər siz açıb baxsanız müasir, yəni son 10 ildə və yaxud da daha az müddətdə yazılan kitablara baxsanız, hamısı ittifaq edirlər ki, yəni konsensus var ki, protestantlıq Avropanın inkişafına müsbət şəkildə təsir göstərib. Misal üçün, əgər siz Sasha Becker və Ludger Wolfsmanın, yəni bunlar iqtisad tarixçiləridir, sayılıb seçilən, yəni hörmət olunan iqtisad tarixçiləridir. Onların kitablarına baxsanız, görərsiniz ki, onlar əslində Weberin arqumentini tənqid edirlər, ancaq protestantlığın Weberin dediyi şəkildə yox da, başqa şəkildə inkişafa gətirib çıxardığını qeyd edirlər. Necə? Misal üçün, onlar deyirlər ki, yəqin ki, siz də bilirsiniz, protestantlar katoliklərdən fərqli olaraq, yəni kitab-ı müqəddəsi, yəni necə deyək, Bibliyanı, İncili hər kəsin özünün oxuması gərəkdiyini düşünürdülər. Yəni Martin Luther bu ideyalarla çıxış edirdi. Katoliklərdə belə deyildi, ancaq protestantlar hər kəsin özünün müqəddəs kitabı oxumağını vacib hesab edirdilər. Və bu da özlüyündə oxuma yazma səviyyəsinin, yəni literacy rate'in, oxuma yazma səviyyəsinin cəmiyyətdə artmasına gətirib çıxardı. Misal üçün, dediyim iqtisad tarixçiləri Sasha Becker və yaxud da digərlərinin siz kitablarına baxsanız, görərsiniz ki, onlar konkret datalarla, yəni o dövrdə olan əlyazmalara, ümumən data məlumatlarını müqayisə edərək də bu nəticəni təsdiqləyirlər ki, protestantlıq oxuma yazma səviyyəsinin artmasına gətirib çıxarıb, bu da özlüyündə elmin inkişafına və daha sonra ümumən Avropanın inkişafına gətirib çıxarıb. Bu qısa şəkildə protestantlığın Avropaya müsbət şəkildə necə təsir etdiyi haqqındadır. Hətta onu da qeyd edeyim ki, Azərbaycanda daha çox tanınan Dara Nacamoğlu və onun necə deyirlər, kolleqaları da protestantlığın və ümumən xristianlığın Avropada inkişafa müsbət təsir etdiyini deyirlər. Demək, onların Azərbaycanda ən çox tanınan kitabı Why Nations Fail-dir. Ancaq bu kitab biraz daha qədimi kitab sayılır artıq. Yəni ondan sonra ona çoxlu tənqidlər yazılıb və o tənqidlərə müəlliflər müxtəlif cavab verməyə çalışıblar və
Daran Acımoğluya və onun kolleqalarına gətirilən ən böyük tənqidlərdən biri mədəni məsələlər haqqında idi ki, onlar mədəniyyəti nəzərə almırlar. Və onların, Daran Acımoğlu və kolleqalarının 2020 və yaxud da 21 olmalı səhv eləmirəmsə, bu illərdə yazdığı mədəniyyətin institutlara təsiri haqqında yazdığı bir məqalə var. Təxminən 120 səhifəlik bir məqalədir və onlar da həmin məqalədə gəldikləri nəticə budur ki, Avropa kontekstində protestantlıq Avropada institutların yaranmasına müsbət təsir edib və ümumən Avropanın inkişaf dinamikasına müsbət təsir göstərib. Və yəni gəldiyimiz nəticə odur ki, protestantlıq, yəni xristianlığın əsas məzhəblərindən biri olan protestantlıq Avropanın inkişafına müsbət təsir göstərib. Digər tərəfdən bu haqqda arqumentlər həqiqətən də çoxdur, ancaq mən sizə bəzilərini qeyd etmək istəyirəm. Məsəl üçün, mən daha əvvəl də paylaşmışdım əslində öz profilimdə bu haqqda. Siz də əgər mənim profilimi izləyirsinizsə, bu haqqda görə bilərsiniz. Yəni orada daha detallı yazmışam əslində bunu. Harvard Universitetinin professorlarından Joseph Henrich'in başqa bir kitabı var. O da Avropanın niyə inkişaf elədiyi haqqında mülahizələr irəli sürür və onun kitabın başlığı da çox maraqlıdır. Kitab belə adlanır: The Weirdest People of the World. Yəni dünyanın ən qəribə xalqı, qəribə insanları deyə tərcümə edə bilərik bunu. Və o kitabda əsas arqument budur ki, Avropalılarda olan müəyyən düşüncə fərqlilikləri onların inkişaf dinamikasında fərqliliklərə gətirib çıxarıb. Bu düşüncə fərqliliyi nədir? Yəni Henrichə görə əsas fikir, əsas ideya odur ki, Avropada digər yerlərdən fərqli olaraq, məsəl üçün Çindən fərqli olaraq klanlar olmayıb, ailə əsaslı klanlar mövcud olmayıb. Bunun səbəbi nədir? Niyə mövcud olmayıb? Ona görə ki, erkən orta əsrlərdən etibarən Katolik kilsəsi əmi-qızı, əmi-oğlu evliliyini qadağan edib və artıq Avropada bu evliliklər aradan qalxıb. Bunun nəticəsi kimi Avropada ailə əsaslı klanlar müəyyən müddətdən sonra, bir neçə nəsildən sonra artıq zəifləyiblər və insanlar artıq yəni hüquq əsaslı münasibətlərə keçid ediblər. Yəni başqa klanlarla artıq başlayıblar əməkdaşlıq eləməyə, iş görməyə və s. və burada artıq nə lazımdır? Hüquq lazımdır və onlar artıq hüquq əsaslı individual müstəvidə hüquq əsaslı münasibətlərə keçid ediblər və bu da Avropada ümumi inkişafa gətirib çıxarır. Yəni kitab daha detallı şəkildə bunu izah edir, mən qısa şəkildə qeyd edirəm və gördüyünüz kimi yenə də məsələ gedib çıxır hara? Kilsənin verdiyi qərara. Və Henrich'in əsas arqumenti budur ki, kilsənin verdiyi o qərar, yəni əmi-qızı, əmi-oğlu evliliyinin qadağan olunması Avropada qəbilə düşüncəsinin, klan düşüncəsinin aradan qaldırılmasına səbəb oldu. Bu da özlüyündə müsbət effekt verdi. Bunun paralelində siz məsəl üçün baxsanız Çində hər zaman klanlar güclü olublar və bu klanların güclü olması biraz hüquq əsaslı cəmiyyətin formalaşmasına mənfi təsir edir. Yəni ki, hər kəs istəyir öz klanıyla iş görsün, başqa klanlarla hər zaman mübarizə içərisində olurlar və s. Avropada belə olmayıb. Digər tərəfdən mən sizə daha yaxın zamanda yazılan başqa bir kitabın misalı gətirmək istəyirəm. Bu kitab Joel Mokyrin Two Paths to the Prosperity, yəni ki, necə deyərlər, zənginliyə, iqtisadi inkişafa gedən iki yol, iki cığır adlı bir kitabı var. Onun keçən il nəşr olunub. Mənim ən son oxuduğum kitab odur. Onun kitabı Avropa və Çini müqayisə edir və niyə bunlar arasında fərqli inkişaf dinamikalarının olduğunu müqayisə edir. Kitab özlüyündə çox möhtəşəm kitabdır. Təbii ki, Çin haqqında yazdıqlarını o qədər də necə deyərlər, bir qədər daha çox tənqid olunmalıdır, amma Avropa haqqında yazdıqları çox maraqlıdır. Ümumən Joel Mokyr kimdir? Joel Mokyr Yahudi kökənli Amerikalı alimdir. O iqtisad tarixçisidir, çox böyük sayılıb səsinə. Yəni 90-cı illərdən bəri yazan, kitabları da çox məşhur olan, bu sahədə maraqlanan insanların təsdiqləyəcəyi şəkildə çox məşhur olan bir alimdir və hətta o ən son, yəni 2025-ci ildə Nobel mükafatı, yəni iqtisadiyyat üzrə Nobel mükafatı sayılan mükafatı qazandı, o və bir neçə kolleqası və hal-hazırda onun 80 yaşı var. Onun artıq bir neçə çox gözəl kitabları var və mən onları da tövsiyə edirəm.
yəni onları da oxuya bilərsiniz. Ancaq hal-hazırda yazdığı kitab və indi danışacağım kitabı bir növ onun bütün karyerasının ümumiləşdirilməsi şəklində anlaşılan bir kitabdır. Yəni ki, o bütün karyerası ərzində topladığı məlumatları ümumiləşdirib və burada bir kitab şəklində ortaya qoyub. Kitab Avropa və Çini müqayisə edir dediyim kimi, ancaq kitabın əsas arqumenti çox maraqlıdır. Nəyə görə Avropada inkişafın baş verməsi haqqında. O qeyd edir ki, Avropada inkişafın əsas səbəbi kilsədir. Xristianlıqdır. Yəni katolik kilsəsidir. Təbii ki, siz buna maraqlı gələ bilər. Bu necə izah edir biraz? Onun izahı isə belədir ki, Avropada kilsənin mövcudluğu orta əsrlərdən etibarən artıq korporasiyaların korporativ əməkdaşlıqların formalaşmasına gətirib çıxardı. Yəni necə deyirlər? Korporativ münasibətlər ortaya çıxdı. Bu sizə biraz maraqlı gələ bilər ki, bu necə olur? Yəni o əsasən onun izahı belədir ki, Avropada bu kilsənin verdiyi qanunlar və yaxud da təşviqlər və s. ümumilikdə hamısı artıq yəni necə deyirlər, elə bir vəziyyət yaratdı ki, korporativ münasibətlərin qurulması üçün əlverişli vəziyyət oldu və buna təkan verildi. Bunun paralelində siz baxsanız, məsəl üçün Çində və yaxud da müsəlman dünyasında bu şəkildə deyildi. Ümumiyyətlə korporativ münasibət nədir? Yəni hər hansısa bir şəkildə əməkdaşlıq və bu əməkdaşlıq tərəflərdən biri öldüyündə yenə də davam edirdi. Çünki o şəxsin özünə əsaslanmırdı. Ümumi ideyaya əsaslanırdı və o korporasiyalar uzunömürlü idilər. Bunun paralelində siz baxsanız Çinə və yaxud da İslam dünyasına bunun tamamilə əksini görərsiniz. Hətta bəzi arqumentlər var İslam dünyası haqqında ki, İslam dünyasındakı məsəl üçün şəriklik, o korporativ münasibətlərin fərqli şəkildə formalaşması, yəni müsəlman dünyasındakı necə deyirlər, uzunömürlü korporativ şirkətlərin münasibətlərin formalaşmasına mənfi təsir edib. Yəni bu təbii ki, bu ayrıca müzakirə mövzusudur, ancaq biz burada Avropaya fokuslanırıq. Yəni demək istəyirəm ki, Nobel mükafatçısı, ən son Nobel mükafatı alan adam Joel Mokyr özü yəni kitabda arqument olaraq xristianlığı əsas arqument hesab edir Avropanın yüksəlişində. Və əslində bu arqumentlər həddindən artıq çoxdur. Sadəcə yəni bu akademiya ilə hal-hazırda maraqlanan, yəni yeni kitabları təqib edən, izləyən insanlar bunu çox rahat fərqinə vararlar. Çünki xüsusən də son zamanlarda buna daha çox necə deyirlər, vurğu edirlər. Yəni mədəniyyətə, xristianlığa, protestantlığa ayrıca müxtəlif şəkildə, müxtəlif aspektlərdən vurğular çoxalır, yəni Avropanın inkişaf dinamikasını izah edərkən. Və bu haqda ədəbiyyatda çoxdur, yəni oxuya bilərsiniz. Digər tərəfdən mən sizə başqa bir misal da vermək istəyirəm. Avropada ümumiyyətlə kilsənin özünün institusional şəkildə varlığı yenə də çox müsbət hal idi. Heç bir şey eləməsə belə özünün varlığı çox müsbət şəkildə təsir edib. Bunun da çox maraqlı dinamikası var. Necə? Ümumiyyətlə siz yəni fərqli cəmiyyətləri, məsəl üçün uzaq şərqi və yaxın şərqi Avropa ilə müqayisə etsəniz görərsiniz ki, orta əsrlərdən söhbət gedir. Həmin müqayisələrdə Avropada daim kralla, yəni hakimlə yanaşı müxtəlif aktyorlar var. Onun gücünə eyni səviyyədə və yaxud da onun gücünə yaxın olan aktyorlar var. Yəni Avropada kim var? Kraldan, hakimindən başqa kilsə var, aristokratlar var və yaxud da iri feodallar var və s. Amma paraleldə məsəl üçün İslam dünyasında belə bir şey olmayıb. Orada sadəcə hakim avtoritar bir necə deyirlər, avtoritar adlanan bir hakim olub və yaxud da uzaq şərqdə. Bunun niyə olması da tamamilə ayrı mövzudur. Ancaq biz Avropaya fokuslanırıq burada. Hətta digər coğrafiyalarda özlərinə yaxın gücdə belə hər hansı bir aktyor çıxan kimi onun qarşısını almağa çalışıblar. Bunun maraqlı nümunələrindən biri Fatih Mehmedlə bağlıdır. Mehmed öz dövründə artıq onların Osmanlı ailəsinə yaxın gücdə ola biləcək bir ailə kimi ortaya çıxan Çandarlı ailəsini, çünki onlar artıq 3 nəsil idi ki, Osmanlı dövlətində baş vəzir idilər və az qala Osmanlı ailəsi qədər nüfuz sahibi idilər və Fatih Mehmed bu nüfuzdan necə deyirlər, çəkinərək onları aradan qaldırır.
Eyni şəkildə siz əgər Çin tarixini oxusanız, orada da bənzər şeyləri görə bilərsiniz. Amma Avropada belə deyildi. Avropada müxtəlif eyni güclü və yaxud da yaxın güclü aktyorlar var idi və bu da onu məcbur eləyirdi ki, bu aktyorlar bir-biri ilə sövdələşsinlər. Sövdələşdikdən sonra isə artıq onlar məcbur idilər ki, bir-birlərinə haqq versinlər. Yəni əgər siz parlamentar institutların və yaxud da kralın, hakimin gücünün limitlənməsi məsələsini, bu məsələləri oxusanız görərsiniz ki, orada belə bu aktyorların varlığı necə önəmlidir. Misal üçün, bunun ən maraqlı nümunələrindən biri İngiltərə tarixində siz görə bilərsiniz 1122-ci ildə baş verən investisiya və yaxud da necə deyirlər, yəni orada böyük mübarizə olur, çünki daha əvvəl Azərbaycan dilində bilmirəm onun adını necə tərcümə etmək olar, amma orada belə yəni proses belədir ki, daha əvvəl Roma papasını dövlət seçirdi. Yəni dövlət onu təyin eləyirdi, ancaq onlar daha sonra buna qarşı çıxırlar və ən sonda 1176-cı ildən başlayaraq bir mübahisə başlayır və 1076-cı ildən başlayaraq bir mübahisə başlayır və 1122-ci ildə bu mübahisə sona yetir. Ən sonda qərar bu olur ki, papanı özləri seçirlər və sadəcə artıq kral onları seçmə hüququndan məhrum olur. Təbii ki, bunu daha detallı danışmaq olar, ancaq bunu misal vermək üçün, izah eləmək üçün sizə göstərirəm ki, kilsənin varlığı artıq orada kralın, hakimin güclərini limitləyirdi. Onlar məcbur idilər ki, bir-birlərinə güzəştə getsinlər və bu da əslində parlamentar institutların yaranmasına gətirib çıxaran əsas necə deyirlər, püf nöqtələrdən biridir Avropa kontekstində. Yəni siz bu haqqda da çox böyük ədəbiyyat tapa bilərsiniz. Eyni zamanda Avropada hüququn formalaşmasında kilsə hüququnun rolunu, yəni bugünkü Avropa hüququ dedikdə kilsə hüququnun ona necə təsir eləməsi, yəni bu şəkildə ədəbiyyatı, yəni həddən artıq çox ədəbiyyat var. Yəni bunları əldə etmək də o qədər də çətin deyil. Bunları oxuya bilərsiniz. Yəni orada görərsiniz ki, kilsə hüququ hüquqi olaraq Avropaya necə müsbət təsirlər edir. Eyni şəkildə mən istəyirəm ki, orada Akşin Yeniseyin və onun tərəfdarlarının və yaxud da ümumən onun necə deyirlər, onunla eyni düşüncədə olan insanların, misal üçün Yalçın İslamzadə kimi şəxslərin tez-tez dilə gətirdiyi belə bir fikir var ki, kilsə elmə qarşı idi, kilsə elmi davamlı boğmağa çalışıb və necə deyirlər, bu kilsənin caynaqlarından çıxdıqdan sonra elm inkişaf etməyə başladı. Əslində bu da çox necə deyirlər, aşağı səviyyəli bir iddiadır. Belə bir şey olmuyor. Hal-hazırda özünə hörmət edən akademiyada, alimlərdə heç kəs bunu dilləndirmir, yəni dilinə gətirmir, utanırlar dillərinə gətirməyə. Çünki artıq 50 ildən, yəni keçən əsrin ortalarından etibarən bu ədəbiyyatda bunlar qəbul olunmamağa başladı. Çünki ortaya çıxan yeni əlyazmalar, yeni mətnlər, yeni necə deyirlər, faktlar onu sübut elədi ki, yox, əslində belə olmayıb, orta əsrlər əslində qaranlıq dövrlər olmayıb, kilsənin özünün çox böyük elmə yatırımı olub, çox böyük müsbət təsirləri olub və bu təsirlər hal-hazırda da araşdırılır və artıq heç kəs, yəni akademik səviyyədə heç kəs çıxıb demir ki, orta əsrlərdə kilsə necə deyirlər, elmi boğurdu və s. Yəni bu sadəcə Neil deGrasse Tyson kimi belə akademik şəkildə yox da populyar səviyyədə danışan insanların danışdığı şeylərdir. Və Azərbaycanda da hələ də Akşin Yenisey və yaxud da Yalçın İslamzadə və s. bu kimi adamlar bu artıq toz basmış və yaxud da çürümüş bu kimi ideyaları yenidən yeni bir şey kimi insanların qarşısına qoyurlar, isidib gətirirlər və s. Amma yəni necə deyirlər, mən onlara təklif edirəm ki, yeni akademik ədəbiyyatı vərəqləsinlər, ən azından biraz oxusunlar. Bunun ən maraqlı nümunələrindən biri hal-hazırda qeyd edəcəyim nöqtə universitetlərlə bağlıdır. Yəni təbii ki, universitetlər əslində çox geniş mövzudur, daha detallı danışmaq olar, amma mən qısa şəkildə demək istəyirəm ki, əgər siz Avropadakı böyük universitetlərin tarixinə baxsanız, misal üçün İngiltərədə Oxford və yaxud da Cambridge Universiteti və yaxud da İtaliyada Bologna Universiteti, Padua Universiteti və yaxud da Fransadakı universitetlər və yaxud da Almaniyadakı universitetlər, bu universitetlərin hamısı kilsə daxilində katedral məktəb kimi formalaşmış məktəblər olublar və daha sonra onlar institutlaşıblar, universitet halına gəliblər. Bütün dövrlərdə onlar katedral məktəb olduqda və ondan sonra kilsə davamlı onları dəstəkləyib, onlara investisiya qoyub, alimləri dəstəkləyib. Ümumiyyətlə kilsə deyəndə bizim ağlımıza əgər
sadəcə belə günbəzli bir bina gəlirsə, bu çox yanlış təsəvvürdür. Belə bir şey deyil. Yəni kilsə sosial, iqtisadi, necə deyərlər, mənəvi legitimliyi olan böyük bir qurumdur. Onun alimləri də olub, necə deyərlər, müəyyən yerlərdə, müəyyən dövrlərdə deyək ki, ordusu da olub, torpaqları da olub və s. Yəni çox böyük bir qurumdur kilsə dediyimiz şey. Və onlar elmə çox böyük yatırımlar eləyiblər. Yəni bu gün Azərbaycanda bəzilərinin dedikləri kimi onlar nə bilim Kopernikə qarşı çıxıblar, Qalileyə qarşı çıxıblar və s. və yaxud da Jordana Brunonu elmi iddialarına görə yandırıblar və s. Yəni belə bunlar yəni çox mifdirlər. Yəni artıq necə deyirlər, çox çürümüş ideyalardır bunlar və özünə hörmət edən şəxslər akademiyada belə şeylərdən danışılmır. Yəni çoxdanın çürümüş ideyalardır bunlar. Amma biz məsələn universitetlərin tarixinə baxsaq görərik ki, əksinə kilsə davamlı olaraq onları dəstəkləyib. Universitetlərin formalaşmasında kilsənin rolu var. Eyni zamanda əgər siz Avropada aydınlanmanın və yaxud da maarifçilik hərəkatının, ümumiyyətlə, yəni Avropa tarixindəki böyük alimlərə baxsanız, görərsiniz ki, onların əksəriyyəti kilsə rahibləri idilər və yaxud da inanclı xristian idilər. Təbii ki, siz onların arasında deist və yaxud da ateist, az qism ateist də tapa bilərsiniz, amma çox az faiz nisbətində bu insanlar deist və yaxud da ateist olublar. Ümumən onların əksəriyyəti xristian və yaxud da rahiblər olublar. Yəni bu şəkildə. Digər tərəfdən bu sadəcə Avropa ilə də sərhədli deyil, eyni şey Amerikaya da aiddir. Amerika tarixinə siz baxsanız, oradakı universitetlər də eyni şəkildə yəni Avropadakı kimi kilsə mərkəzli olublar, kilsədən çıxıblar. Misal üçün siz əgər baxsanız Harvard Universitetinə və yaxud da Princeton Universitetinə və digər universitetlərə tamamilə eyni şəkildə onlar da kilsə mərkəzli olaraq formalaşıblar. Daha sonra kilsə onları davamlı dəstəkləyib, investisiyalar qoyub, onların alimlərinə maaşlar verib, dəstəkləyib və s. Yəni bütün bu universitetlərin tarixinə baxsanız siz onu görərsiniz. Hətta siz məsəl üçün əgər Harvard Universitetinin loqosuna baxsanız, orada görərsiniz ki, oraya yazılıb Veritas yazılıb, hə? Amma siz gedib əslində Harvardın mottosuna və yaxud da onun saytında daha əvvəlki loqosuna, ümumən də onun tarixini də maraqlansanız, orada görərsiniz ki, orada ümumən Harvardın yaradılış qayəsi və yaxud da mottosu bu idi ki, Veritas Christo et Ecclesiae. Yəni ola bilər latın, necə deyirlər, latınca mənim tələffüzümdə hansı bir xəta olsun. Əgər izləyicilərdən kimsə latınca bilirsə, xətamı düzəldə bilər, şərhlərdə yaza bilərsiniz. Amma onlar bu şəkildə yazıblar. Veritas Christo et Ecclesiae. Nə deməkdir? Bu Veritas ümumiyyətlə, yəni ingiliscə truth, yəni haqq, həqiqət dediyimiz şeydir, Veritas. Amma Veritas Christo nə demək? Yəni haqq, həqiqət İsa'dadır, yəni Kristədir, Jesus Kristə. Yəni İsa'dadır və kilsədədir. Həqiqət və yaxud da həqiqət kilsə və İsa üçündür və yaxud da həqiqət kilsədə və İsa'dadır. Yəni bu şəkildə tərcümə edə bilərik bunu. Yəni görürsüz ki, Harvard kimi universitetlərin belə yaradılış qayəsi əslində kilsə mərkəzli idi. Bu da əslində bizə onu göstərir ki, həm elmi, həm institusional, həm iqtisadi, həm mədəni, ümumən bütün aspektlərdə qərbin inkişafına kilsənin, xristianlığın çox böyük müsbət rolu olub. Yəni bugün kimsə əgər Akşin Yenisey kimi həvəskar şairlər və yəni şairlər və yaxud da həvəskar bu mövzularda danışan adamlar belə şeyləri danışırlarsa, qeyd edirlərsə ki, xristianlıqdan əl çəkdilər, inkişaf oldu və s. Yəni bu ən yaxşı halda çox gülməli bir ifadədir. Əgər bu ədəbiyyatı, qeyd etdiyim ədəbiyyatı, akademik ədəbiyyatı oxuyan insanlar buna qəşq çəkib gülərlər həqiqətən də. Və mən onlara təklif edirəm ki, biraz ədəbiyyatlarını, oxuduqlarını genişlətsinlər, xüsusən də yeni ədəbiyyatı oxusunlar, yenilikləri bir qədər izləməyə çalışsınlar. Yəni 100 il əvvəlin yazılmış, köhnəlmiş fikirləri ilə insanları məşğul edəməsinlər, yeni kitablarla maraqlansınlar və izləyicilərinə də bu müzakirələri göstərsinlər. Yoxsa bəsit şəkildə Avropa xristianlıqdan əl çəkdi, inkişaf elədi, şərq, nə bilim, mistisizm belə oldu və yaxud da Avropa Romaya qayıtdı, belə oldu, inkişaf oldu və s. Yəni ümumiyyətlə bu Roma məsələsində də tamamilə başqa bir fiyaskodur. Misal üçün siz əgər Avropa tarixçilərinə soruşsanız, yəni onlardan desəniz ki, Romanın
Romaya qayıdış istəyərlərmi və yaxud da onlar Romaya qayıdış Avropa üçün necə nəticələnərdi? Hər kəs birmənalı şəkildə buna mənfi baxardı. Niyə? Çünki Roma özü imperial bir sistem idi və Avropaya, məsəl üçün Voltaire şahidələ görə Avropaya Romanın verdiyi ən böyük xeyir onu süqut eləməsidir. Niyə? Çünki imperial Romadan sonra imperial sistem, ümumi şəkildə imperial sistem bir daha Avropaya qayıtmır. Düzdür, buna cəhdlər olur, Napolyon və yaxud da Hitler və s. kimi, ancaq heç vaxt qayıtmır. Ancaq qayıtsaydı, Avropada artıq həm institutlar, həm də digər mexanizmlər fərqli şəkildə inkişaf edərdi. Buna görə də Avropalılar özləri Romanın, necə deyirlər, Romaya qayıdış yox, Romadan qaçış, yəni hətta Voltaire şahidənin kitabı Romadan qaçış adlanır. Yəni Romaya qaçış onlara daha çox müsbət təsir edib, nəinki Romaya qayıdış. Hər bir halda mən daha doğrusu onları çağırıram ki, belə ədəbiyyat oxuyun, biraz oxuduqlarınızı genişləndirin. Yəni 100 il əvvəlin ədəbiyyatı ilə, çiynənmiş fikirləri ilə insanları məşğul eləməyin. Əgər hansısa bir müzakirə eləmək istəyirsinizsə, müzakirə eləyə bilərik və belə faydalı müzakirələr eləmək lazımdır. Yəni akademik şeylərə istinad eləyərək boş-boş fikirlərlə və yaxud da çürüdülmüş fikirlərlə insanları məşğul eləmək lazım deyil.